Sabahınız xeyir dəyərli izləyicilər. Şəhərin ən möhtəşəm binalarından olan Kristal Abşeronun Elmlər layihəsi, Hüseyn Zavid layihəsindən salamlayırıq sizi. Və bu möhtəşəm binada 19 mərtəbəli yeni tikilinin 7-ci mərtəbəsində tam 3 otaqlı, polskvoznoy proyektli, əla təmirli və tam əşyalı bir mənzil təqdim edəcəyik sizə. Mənzil olduqca keyfiyyətli və brend firmalardan istifadə edilərək möhtəşəm təmir edilib və mənzildə bir ildən az müddətdə yaşayış olub. Gördüyünüz videoda görəcəyiniz bütün əşyalar daxil mənzilimiz satışdadır. 132 kvadrat ölçüdədir. 580 min manat start qiymətidir. Giriş qapımızı görməkdəsiniz. Giriş qapısına sağda belə bir gömmə qarcırıqdan istifadə edilib. Döşəmə xol boyu qranit isti döşəmədir. Burada mənzilin uşaq yataq otağı yerləşir. Daha sonra əsas yataq otağı, burada qonaq otağı, mətbəx və 2 ədəd ayrılıqda sanuzeli yerləşməkdədir. İlk öncə başlayaq qonaq otağından. Qonaq otağını görürsünüz, env uzunluq nisbəti idealdır. Mebellər Avropa istehsalıdır. Döşəmə əla növ parket döşəmədir. Bu mənzildə bütün otaqlarda lodja tipli balkonlar var. 3 pəncərə ilə əhatələnib, hər üçündə lodja tipli balkonlar var. Gördüyünüz kimi Şəfayət Mehdiyev istiqamətinə, Hüseyn Zavid istiqamətinə və Yasamal istiqamətinə əla baxış açılır qonaq otağından. Genişliyini görürsünüz. 8 nəfərli bir yemək masası, böyük ölçülü bir yumşaq mebeli yerləşdirilib. Lakin onunla belə rahat hərəkət etmə imkanı var qonaq otağında. Daxil edirəm, olduqca keyfiyyətli təmir var mənzilin. Yəni baxış keçirdiyiniz zaman şahid olacaqsınız. Elektrik sistemləri, qutuları ceviz, İtaliya istehsalı, orijinal cevizlə işlənib. Qonaq otağının həmən yanından mətbəxə daxil ola bilirsiniz. Bir geniş ölçülü balkonu var mənzilin, texniki balkondur həm də bura. Kombi sistemi, qaz sayğacı və əlavə şkaflar tərtib edilib burada. Mətbəx mebelini görürsünüz. Əla növ evin ümumi tərzinə uyğun əla növ mətbəx mebeli yığılıb və bahalı mətbəx aksesuarları ilə işlənib. Arçelik markalı bir soyuducu, TK markalı mikrovalnovka və soba, qabyan, polkaryon, hər şeyin yerləşimi edilib. Üzəri karyan mərmərlə işlənib və boş markalı da qaz və aspirator quraşdırılıb. TV-yə qədər, damafona qədər hər şey yerləşdirilib mətbəxdə. Yenə burada da env uzunluq nisbəti idealdır. 4 nəfərli bir masa yerləşdirilib, iri həcmli, hansı ki 6 nəfərliyə çıxarmaq olur o sayı. Gördüyünüz kimi. Və yataq otaqlarına keçməzdən öncə sanuzellərlə tanış edeyim sizi. Bu böyük ölçülü sanuzeldir mənzilin. Tam aksesuar yerləşimi, əla növ teksturalı qranitlər, Türkiyə və İspaniya istehsalı kafel metlaqlardan istifadə edilib. Böyük ölçülü moydadır, su şılkaya qədər bütün aksesuarlar yerləşdirilib. Bu da kiçik ölçülü sanuzeli. İndi isə yataq otaqlarını təqdim edeyim. Mənzilin əsas yataq otağıdır bura. Burada da gördüyünüz bütün əşya və texnikalar qiymətə daxildir. Gömmə qarcırıqdan istifadə edilib, böyük ölçülü yataq dəstəyi yerləşdirilib. Termoya qədər, TV-yə qədər hər şey quraşdırılmış vəziyyətdə. Və son olaraq ikinci yataq otağını təqdim edək sizə. Uşaq otağı kimi də tərtib edə bilərsiniz buranı. Kifayət qədər geniş yataq otağıdır, lakin əlavə əşyalar yığıldığından tam göstərmirik buranı sizə. Amma geniş yataq otağıdır, tam yataq otağı tipində də, uşaq yataq otağı tipində də tərtib edə bilərsiniz. Və son olaraq məlumatları bir daha xatırladım sizə. Yasamal rayonu Elmlər Akademiyası metrosuna piyada 2 dəqiqəlik məsafədə Hüseyn Zavid prospektində Kristal Abşeronun layihəsində 19 mərtəbəli yeni tikilinin Premium Residence'in 7-ci mərtəbəsində 132 kvadrat ölçülü, tam 3 otaqlı bir mənzil təqdim edirik sizə. Mənzilimizə tam əşyalı olaraq təyin edilən qiymət 580 min manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə və təmin olun.